Baxın. Maraqlı deyib, valla stres atdım. Siz səmaya baxın. Yenə səhərdə işə gedirəm, makyaj eləyirəm. Yeni vlogumdan hər birinizi salamlayıram. Kanalıma xoş gəldiniz. Bir də hər dəfə məndən Instagramda da, YouTube'da da soruşursunuz. Gözaltı krem bax budur. Görürsünüz. Çox qəşəng kremdir. Özü bərəkətlidir. Hər gün demək olar ki, mən bunu istifadə edirəm. Bir də görürsünüz, makyajımı yuyandan sonra da makyajın altından da istifadə eləmək olur. Makyajımı yuyandan sonra gözümün altını nəmləndirirəm. Yəni çox istifadə edirəm də. Bunu hardasa mən yay aylarında almışam. Yaz ayları idi da, hardasa aprel idi, may idi alanda. Hələ də istifadə edirəm, bitməyib. Keçək makyajımıza. Bunu da bəyəndim. Ona görə də təzə vaxtlarda öyrəşə bilmirdim. Ancaq indi baxıram ki, çox qəşəngdir. Üzə qəşəng oturur. Birinci ağ olmağına baxmayaraq qəşəng oturur sonra üzə. Üstüne tökeceğim. Bugün sizinle biraz farklı, biraz da ciddi danışmak istiyorum. Artık kanalımız büyüyor ve benim için bu iş sade bir hobiden çıkıp daha ciddi bir status alıp. Her bir videonun arkasında büyük bir emeğim var. İstedim ki benim kanalım daha da büyüsün. Ona göre de sizden bir xahişim var. Eğer çektiğim videolar size hoştursa, mənə destek olmak için vloglarımı yaxınlarınızla, dostlarınızla, WhatsApp gruplarında paylaşın. Sizin bir saniyeli paylaş düğmesine basmağınız kanalın büyümesi için en büyük köməkdir. Biz birlikte daha büyük bir aile olacağız. Desteğiniz benim için değerlidir. Kanalıma abone olmayı unutmayın. Yaxınlarınızla mütləq paylaşın. Kanalımı tez bir zamanda 10.000 abone olmağını görmək istəyirəm. Mən niyə gedib hardasa qeyd eləmədim? Əslində mənə niyyət eləmək düşmür ad günümü. O vaxt 30 yaşım olanda deyirdim ki, qeyd eləyəcəm yubileyimi. Gəldi Türkiyədə zəlzələ vaxtına düşdü. 6-sı idi də səhv eləmirəmsə zəlzələ oldu. Yəni 11-nə qədər bizim ölkədə də bir həftə matəm elan olundu. Mən də televiziya işçisi olaraq, ümumiyyətlə televiziyada işləyən adamlara hər bir şey, hər bir gün təsir eləyir. İlk o xəbərləri də biz alırdıq. Təsəvvür efirdə mən verilişə ağlaya-ağlaya işləyirdim. O uşaqların o görüntüləri, o faciələr, nə bilim hekayələr adam dinlədikcə, o informasiyanı verirdikcə efirdən, yəni mən bunu başqa ümumiyyətlə negativ xəbərlər ümumiyyətlə baxan deyiləm. O mənə pis təsir eləyir. Ancaq orada mən axı bu mənim işimdir. Bu işi görürəm. Burada da ancaq belə xəbərlər eşidirəm, işləyirəm, o görüntüləri efirə verirəm, elə verə ağlayıram. Yəni o qədər ab-havam öldü ki, mən yəni içimdən gəlmədi ki, yubileyimi eləyəm. Eləmədim də, qeyd eləmədik. Evdə elə özüm üçün bir dənə tort falan oturduq, yedik, içdik, все, ondan da bitdi. Yəni təmtəraqlı özümə yubiley eləyə bilmədim də. Demişdim ki, yaxınlarımı çağıracağım, padruqalarımı, qızları, iş yoldaşlarım, mənə yaxın olanlar çağırıb qeyd eləyəcəm. O da qismət olmadı. Yəni içimdən gəlmədi, amma sizə deyim ki, həmin vaxtlarda fevralda ad günü olanlar, yəni baxmayaraq elə bir şey dünyamızda baş verirdi. Yəni onları qeyd eləyirdilər. Yəni mən normal baxıram, ancaq mən nə bilim, mən eləyə bilmədim. İçimdən gəlmədi. Buradan alayım, buradan da gedim ad günü qeyd edeyim özümə. Vay belə, indi də yenə, yəni onu əvvəldən deyirdim də, yubileyimi qeyd edəcəm, mənə demək düşmür. İndi də yenə qeyd eləmək, yəni alınmadı, çünki fikrimdə yox idi ad günü eləmək. Hələ bir tərəfdən o dedi gəlirəm, bu dedi gəlirəm. Mən də evdə elə hazırlaşdım, bunu gərək əvvəldən planlayırsan ki, hara yer tapasan, danışasan. Ona görə də evdə qeyd elədik. Mən də düşündüm ki, ev rahatdır da, yeyirsən, içirsən, oturursan, söhbət edirsən, ürəyin istədiyi qədər yeyirsən. Ona görə ev rahatdır, işinə baxmayaraq. Olsun bu da
bir dəfə olan bir şeydir. Bu vloqa başlayanda əslində planım belə idi ki, işdən çıxıb birbaşa mağazalara gedim, özümə yeni kosmetik vasitələr seçim. Amma iş güc elə gətirdi ki, vaxt çatdıra bilmədim, gün bitdi. Növbəti vloquma saxladım. Gələn videoda birlikdə alış-verişə çıxacağıq. Ən maraqlı kosmetikaları taparıq, həm də endirimdə olanları alarıq. Sonra isə sizinlə bir yerdə sınaqdan keçirərik ki, görək hansı daha yaxşıdır. Növbəti videonu qaçırmamaq üçün bildirişləri açıq qoymağı unutmayın. Bu da bitti. Çalışıram tez-tez edeyim. Ruja məndə bunun qapağını qırıblar. Bu ənliyimlə bu qalıb. Bu təmiz bitsin. Atacağım. Uşaqlar mənim kosmetikalarımı pis günə qoyurlar. Gah qapağını qırırlar, gah da özünü qırıb dağıdıb tökürlər bura. Elə bilirəm ki, qaşlarım nazikləşib. Baxıram demək, oktyabr, noyabrda çəkdiyim vloglar axşam baxıram. Orada qaşlarım nə qəşəng giymiş. İndi bilmirəm, yeni deyilədi. Nəsə mənə fərqli gəldi. Mənim Temudan almışdım. Çox qəşəngdir də, yəni. Həqiqətən əla bir tendir. Bir də Temuda nə deyirlər ki, nəsə zakaz verəndə gec gəlir. Görün, doğru söhbətdir. Nəsə sifariş vermək istəyirəm, ehtiyat edirəm ki, birdən gəlib gömrükdə qalır. Belə. Baxın, niyə deyirəm, baxın. Mən gör, bunu da qırıblar. Təzə almışdım. Ağ rəngdə qırıq-qırıqdan. Bunu uşaqlarım eləyir. Bir qızım var. İmkan vermir. Özü də işidir. Все. Bu da belə. Mən highlighter'dan biraz bura vururam. Parmağımla götürürəm belə. Və məndə belə bir şotka var. Bunu da həmçinin highlighter'a batırıram. Belə. Gözüm bu hissəsinə həmişə de biraz yiyeyim. Biraz da belə yayırıq. Belə, bunu da belə. Buna da biraz. Buradan da böyle biraz yayırıq. Bu istiqamətdə. Все. Oldu gözüm parıltılı. Kipriklərimə nə laminasiya elətdirmək, nə də ki kiprik yığdırmağı risk eləmirəm. Çünki mənim kipriklərim görürsünüz uzundur. O da eləyəndə deyirlər deyəsən tökülür. Balacalaşır. Ona görə ehtiyat edirəm. Ben kipriklərimə qıya bilmərəm də yəni. İstəyirəm saçımı ukladka edeyim. Çünki saçımı rənglətdirəndə normal ukladka falan eləməmişəm. Ukladkada daha çox rəngləri, saçın rəngi qəşəng görsənir. Bir də fikir verirsiniz, mən saçım arada vaxt dedim ki, bu ucundan biraz kəstirəcəm. Mənim saçım görürsünüz necə uzandı. Yəni badam yağının sayəsində. Həm də saçın dibinə vurmasam belə hər yumada hamama elə qoymuşam yağı, badam yağın. Ucuna vururam. Всё.
Hər çiməndə saçımın ucuna vururam. Dibinə vurmasam, həftədə bir dəfə dibinə vururam bütöv. Amma belə də adi çiməndə də belə uclarına vururam. Çünki qoymur qırılmağa. Qurudanda mən sprey falan vururam. Amma badam yağı çox qəşəng təsir edir. Həm də mənim saçım bir ara elə bir dayanmışdı da, uzanmırdı. Badam yağından eləyəndən saçım uzanıbdı. Fərqi özümdə hiss edirəm. Vloglarımda fikir verərsiniz. Bir dənə baxın köhnə vloglarıma. Bir də bu badam yağın elədiyim son. Bir aydır ki edirəm dayanmadan. Görün necə uzanıb saçım. Yəni belə. Salonda mən soruşurlar, baxım edirsiniz. Deyirəm ki, hə, deyir, nə eləyirsiniz? Deyirəm ki, mən daha çox təbii şeylər eləyirəm də. Nədir? Badam yağı vururam. Deyir ki, xeyrin görürsünüz. Deyirəm, əlbəttə saçım uzanıb. Həm də ki, material da yaxşı olur. Mən saçımı 2 hissəyə böləcəm belə. Kraska qoyulubdur, ona görə saçım biraz elektrikləşir. Mən hazıram. Gedim. Necə gecikdim. Nəhayət gəldim, çatdım işə. Hə, ver əlvi. Baxçadayıq. Gedirik evə. Hə, Rahimçik. Qalikovi göstər, Rahim. Ne qəşəng qalikom var. Bu nədir? Baxın. Nənə verirsən? Hə, sağ ol həyatım. Qoy cibinə. Qoy cibinə. Evdə yeyərik, yaxşı? Rəhmə dəftər almışam. Gəldik, çıxdıq evə. Rəhimlə ilk dəfədir ki, belə oturub rəngləyirik, öz eləyir. Səhvdir hələ ki, karandaş tutmağı öyrətmişəm. Başqa cür tuturdu. Amma gəldim ki, özü rəngləyib, rəngi tapıb seçibdir. Молодец, Rahimcik. Deyir ki, kömək elə. Da? Да. Нет. Не лайчик? Я не лайчик. Раз школа пошли. Да. Ну, давай ем. А я в школу пошли. Угу. Давай это. Давай это. На его. Rəngləmişik. Розовый, не знаю. Rahim eləyib sarıları. Rozları eləyir. Seni qurban. Yoruldun Rahimcik? Yok. Bayaq nədən axı yoruldum? Ты устал? Да, я устала. Я лисиной. Давай. Нава. Maraqlı deyib, valla stres attım. Лепила. Лепила. Yaxşıdır. Rahimlə hər gün eləyəcəm bunu. Лепила. Rahim burada rus dilində danışdığına görə yazılan bir şərh yadıma düşdü. Vlogların birində Nilay pankek hazırlayır. Orada rus dilindən sözlərdən istifadə eləyir və bir nəfər şərhdə yazıb ki, niyə bizim millət rus dilində danışmağı özünü elitni hesab edir, cahilcə bir hərəkət adlandırır. Mən onu demək istəyirəm ki, buradan mənim atam, anam rus dili ədəbiyyat müəllimidir. Bizi tanıyanlar bilir. Bizim evdə həmişə gözümüzü açandan evdə rus dilində danışıl eşitmiş
etmişik. Düzdür, mən rus dilində yüksək səviyyədə bilməsəm də ancaq fikrimi izah edə biləcək qədər bilirəm. Qızım rus sektorunu oxuyur. Bunu da demək istəyirəm ki, rus dilində danışmaq mən özümü elitli hesab heç vaxt etmərəm. Mən Azərbaycan dilini orta məktəbdə yüksək səviyyədə oxumuşam. Hətta məni hələ də qınayırlar ki, niyə mən filologiya vermədim? Azərbaycan dili müəllimi olmadım. Bəlkə də mən elmlər namizədi ola bilərdim. Çünki Azərbaycan dilini çox yüksək səviyyədə mənimsəmişdim. Mən 6-cı sinifdə, 5-6-cı sinifdə oxuyanda 11-ci siniflərin hisslərinin, səhvlərini, düzlərini çıxardırdım. O dərəcədə mənimsəmişəm dili. Baxmayaraq mən Azərbaycan dil müəllimliyini də seçmədim. Təmiz başqa bir sahəyə getdim, çıxdım. Mən istəyirəm ki, bizim yaşadığımız ölkədə coğrafiyasına uyğun olan dil elə rus dilidir. Uşaqlarımız rus dili bilmək eyib deyil. Ümumiyyətlə hər hansı bir dili bilmək eyib bir şey deyil. Azərbaycan dilini öyrənməyə ehtiyac yoxdur. Çünki o bizim ana dilimizdir. O bizim qanımızda, canımızda var. Bir də elə bir şeydir ki, danışdıqca mənimsənilir. Ona görə də rus dilində danışmağı çox da ayıb bilməyin, elə də düşünməyin. Daha da belə düşünmək özü cahillikdir. Dil bilmək eyib deyil. O rus olsun, ingilis olsun, alman olsun, fransız dili olsun, fərqi yoxdur. Hansı bir dilsə bilirsinizsə bu sizin üstünlüyünüzdür. Daha da yaxşı bir şeydir. Rahim görün evi nə günə qoyub. Dağıdır bu uşaq evi. Ad günümdən sonra demək stul burada qalıb. Götürməmişik belə televizor burada, bu da burada. Həmişə burada olurdu da. İndi burada qalıbdı. Sizcə belə yaxşıdır, yoxsa indi buranı yığışdıracağım da, yəni səliqəli variantda baxarsınız. Belə yaxşıdır, yoxsa bura qoysaq stul yaxşıdır. Pərdələrim də göyün 7-ci qatındadır. Bu Turalgilin evinin ölçüsündə vaxt tikilmişdi. Mən də öz evimə köçəndə təzə pərdə alacağım deyə pərdə almamışam bura. Baxın. Ona görə də pərdəm belə qısadır. İnşallah köçəndə pərdə alacağım. Köçməyinizə də nə qalıb ki? Oy, az qalıb. İnşallah. Yəni, buranı yığışdırım. Düşünürəm ki, biraz dəyişiklik olur. Belə stulun burada olmağı yaxşıdır. Stul əvvəl burada olanda o qədər də Turanın gəlib oturmurduq da, daha çox kuxunada otururduq. Uşaqlar bütün gün stulun üstündə, nə bilim. Amma indi belə yaxşıdır məncə. Başlayaq buraları yığışdırım, təmizləyim. Mən yenə paket gətirdim, artıq şeyləri qoyum buna. İşıq pulu gəlib. Fox tutsa. 17 manat. Neyse. Bunu deyəsən bitirdilər. Sadəcə mən tez-tez alıram əslində. Nilay imkan vermiş. Pendiri yiyib, qırıb dökməm. Uşaqları niyə belə eləyir bilmirəm. Sizdə də bir uşaqlar belədir. Yedikləri şey götürüb atmırlar. Gözləyirlər ki, mən gəlmə atım. Skoç. Bir şey var. Həmin oyuncaqları. Bunun qırıbları yenə. Hər şeyi də bura qoyuram. Sileyim. Sonra keçəcəm bura. Yətərim bunu da yığışdırım bura. Bunu gətirmişdim ki, xurmanı qoyum bura. Çayla içməyə biz xurma yeyirik. Alırıq xurmanı tez-tez. Xurmanı alanda mən birisini necə baxıram. Belə bir dəfə alanda market göstərdim. Belə götürürəm, altına baxıram. Təmizdirsə demək yaxşı xurmadır da, yəni alıram. Belə seçirik biz. Onda xaladenka qoyum. Tortdan bu qalıb. Öz bişirdiyimdən heç qalmayıb ümumiyyətlə. Bacım gətirən tortdan bu qalıb da.
Atıram bunu Rahim. Bunu atıram. Atıram. Ya. Eləmə. Bu da kızımın kitabıdır, literatura. Bir dəfə də istəyirəm ki, sizinlə bir mövzu haqqında danışım. Hansı ki, həmişə vloglarımda yaşadığım hansısa bir hadisəni, hansısa bir düşüncələrimi sizinlə bölüşürdüm. Artıq çalışacağım ki, bundan sonra da vloglarımda bunlardan, belə mövzulardan danışım. Bu yaşımda özümə bərəkətli bir ömür arzuladım. Və bir də özümə söz verdim ki, artıq kimə gəldi, yaxşılıq, məsləhət, fikir bildirməyəcəm. Əlbəttə, hər xeyir iş Allahın izni ilə olur. Biz sadəcə bir vəsiləyik. Mən artıq öyrənmişəm ki, hər kəsi özümüz kimi bilmək bizə ancaq qəlb qırıqlığı gətirir. Ona görə də o sərhədləri qoymaq, hər kəsi canı qədər yaxın buraxmamaq lazımdır. Mənim borcum ilk növbədə öz huzurumu və qəlbimi qorumaqdır. Bəli, hər bir xeyir Allahdandır, amma Allahın bizə vəsilə etdiyi o yollarda əməyimizi heç sayanlara qarşı sərhəd qoymaq ən böyük haqqımızdır. Maraqlıdır, siz nə vaxtsa yaxşılıq etdim, amma sonda mən günahkar çıxdım və yaxud da ki, unuduldum demisiniz. Siz də mənim kimi bu mövzuda necə davranırsınız? Sərhəd qoyursunuz, yoxsa yaxşılıq edib elə nankörlük görərək davam edirsiniz həyata? Məncə bəzən insan elə danışanda da, hərəkət edəndə də fikirləşmək lazımdır. Qəlb qırmaq olmaz. Bu həyatda ən çox qorxduğum şey kimisə qəlbini qırmaqdır. Ümumiyyətlə söz böyük bir qüvvədir. Ona görə də çalışıb danışanda düşünüb danışmaq lazımdır. Söz unudulmur. İnsanın ən çox qəlbini yaralayan elə sözdür. Nə də bəzən elə şeylər var ki, onu dillə də deyib hesabatını da aparmaq olmur. Dilə gətirəndə də adam özü səhv çıxa bilər. Ona görə də düşünürəm ki, kimə qarşı olur olsun, sərhədli davranmaq lazımdır, düşünüb danışmaq lazımdır. Yəni başqa bir yolu yoxdur. Çalışıb yaxşı olmaq lazımdır. Allah yaxşı əməllərimizi həqiqətən də görür. Elə insan varmı ki, danışırsınız, deyirsiniz, görürsünüz, amma qəlbinizdə qırıb o insan, ona qarşı içinizdə bir qırıqlıq var. Onu heç cür aşa bilmirsiniz. Düşünürəm ki, ola bilər. Çünki hamının həyatında elə insanlar var. Əgər sizin həyatınızda elə insanlar varsa, belə bir hadisələr yaşamısınızsa, şərhlərdə fikirlərinizi mənimlə bölüşün. Deyin görün, belə yaxşıdır. Mən nəsə elə biləm ki, belə dəyişiklik oldu. Su burada qalsa necədir? Fikirlərinizi rəydə yazın. Belə yaxşıdır, yoxsa stulu bura qoysam yaxşıdır? Necə yaxşıdır? Mən xoşum gəlir, burada oturum belə. Birazdan gəlib çay dəmib gətirib oturacam. Buradan baxıram səmaya. Bəh, baxa-baxa çay içirsən. Gözəl görüntüdür. Hə, Rahim. Pultu ver. Pultu gətir, oradadır, gətir. Oradadır, görmürsən? Hansı? O yavaş vurdu. Telefon televizor birisine güne koyuyor. Üstü bütün cızıq-cızıqdır. Yani görürsünüz buradan da bilinir. Qaşıqla uşaq vaxtıcısı. Nəysə belə fikirlərinizi rəydə yazarsınız görüm. Stul belə yaxşıdır, yoxsa orada qoysam yaxşıdır. Mənə hələ ki belə rahatdır. Gəh divanda oturur, gəh stulda belə. Siz səmaya baxın. Beraber gedir burada. Gün batır. Gözəl mənzərədir. Hər dəfə nəsə görəndə belə istəyirəm çəkəm. Bu ikinci görüntüdür çəkirəm. Bu günlərim.